Salam uşaqlar, necəsiz? Hər vaxtınız xeyir olsun. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz məsələ Rus dili 5-ci sinifdən test hazırlamışam sizin üçün. Deməli 5 ədəd mətn testi olacaq, 5 ədəd də eyni zamanda qrammatika testi. Bu sizin biraz bazanızı gücləndirmək üçün, eyni zamanda söz ehtiyatınız və yaxud necə deyim, bir qrammatik tutuşumu, bir tutumunuzu, bazanızı yaxşı vəziyyətə gətirmək üçündür. Elə isə çox vaxt itirmədən testimizə baxaq. Çox qısa bir testdir. Yəni qısa bir mətn var. Baxaq. Maşa пошла в лес собрать ягоды. Deməli, öncə 1-2 dəfə oxuyacağıq, sonra birbaşa tərcümə eləyəcəm. Okey? Маша пошла в лес собирать ягоды. Там она встретила зайца и белку. Маша собрала много ягод и принесла их домой. Ее мама испекла вкусный пирог из ягод. Bir daha təkrar oxuyuram və dinləyək. Маша пошла в лес собирать ягоды. Там она встретила зайца и белку. Маша собрала много ягод и принесла их домой. Ее мама испекла вкусный пирог из ягод. Первый вопрос такой. Куда пошла Маша? Куда пошла Маша? Yəni Maşa hara getmişdi? В школу, məktəbə, в лес, meşəyə, в магазин, mağazaya. Bu hissədə nə yazılıb uşaqlar? Maşa пошла в лес собирать ягоды. Yəni Maşa meşəyə giləmeyvə toplamağa getmişdi. Okey. Deməli birinci cavabımız oldu в лес. Okey. Sual 2. Кого встретила Маша в лесу? Gəl görək kimi görür meşədə Маша. Там она встретила зайца и белку. Зайца и белку. Dovşan və belka. Dələ görür. Gəlin baxaq. Медведя нет. Медведя это неправильно. Зайца и белку это правильный ответ. Собаки, itlər нет. Deməli, doğru cavabımız правильный variant B. Зайцы и белку. Там написано там она встретила зайца и белку. Это правильный ответ. Еще следующий вопрос. Что Маша собрала? Маша nə yığırdı? Maşa yağod yığırdı. Yəni giləmeyvə yığırdı. Gəlin baxaq görək hansıdır uşaqlar. Что Маша собрала? Цветы нет, грибы нет, ягоду это правильный ответ. Цветы güllər yox, грибы göbələklər yox, ягоды giləmeyvələr. Это правильный ответ. Variant B. Burada da variant B olmuşdu. Burada da variant B olub elə. Nə əcəbdirsə. Deyəsən elə hamısı B olacaq. Heç fikir verməmişəm. Еще. Что мама Маши сделала из ягод? Суп. Нет. Giləmeyvədən суп olmur. Это неправильный. Это неправильный. Суп нет. Салат. Иногда так бывает, но просто в тексте нет. В тексте там написано мама Маши сделала из ягод пирог. Пирог. Variant B. Это правильный ответ. Еще. Маша принесла ягоды. Yəni Maşa meyvəni gətirdi. Giləmeyvələri gətirdi. Hara gətirdi? В школу, məktəbə gətirdi? Yox. В магазин, mağazaya gətirdi? Yox. Домой. Evə gətirdi. Burada da oldu nə? Variant B. Növbəti sual. Qrammatika ilə bağlı suallarımız gəlir. Выберите правильные предложения. Выберите, seçin, правильное предложение. Düzgün cümləni seçin. Я читаю книгу. Это правильный ответ. Потому что я читаю. Mən oxuyuram. Это bu birinci şəxsin təkidir. Kniga это женский род и
v vinitilinin padeji olacaq nə? U şəkilçisini qəbul edəcək. Yəni я читаю книги это правильный ответ. Вариант Б. Я читаю книгу. Нет. Книгу zaten vinitilni padejidədir. Ona görə əlavə yu şəkilçisi qəbul etməsi düzgün deyil. Я читал книгу. Я читал это нормально. Это правда, но просто книгу и также bu yenə səhvdir. Knigu. Я читал книгу olsa götürmək olar. Doğru cavab kimi, amma knigu это неправильный. Вариант burada A'dır. Növbəti. Какое слово является существительным? Deməli, hansı söz ism olur? Baxaq. Читать. Читать. Что делать? Читать. Bu nədir? Hansı suala cavab verir? Читать. Что делать? Yəni, nə etmək? Oxumaq, nə etmək? Читать feildir. Это глагол. Нет. Быстро. Быстро. Tez. Как быстро. Как быстро. Это наречие. Yani zərf. Это тоже неправильные. Быстро нет. Читать нет. Книга. Это что? Книга. Что книга? Это существительные. Имя существительное этот. И вариант Б. Burada da вариант А idi. Еще. В каком предложении правильнее употреблен глагол? Deməli, deyir ki, hansı cümlədə feil doğru işlənib? Gəl baxaq görək. Birincisi idiot, idiot itdi feilidir. İtdi feili, baxaq. İtdi это infinitiv forma. Yəni məstər formasıdır. Başa düşdük? Начальная forma, başlanğıc formasıdır feilin. Aha. Əgər onun qarşısında on varsa, itdi olacaq idiot. İdiot. Başa düşdünüz uşaqlar? Yəni, я иду, ты идешь, он идет, мы идем, вы идете, они идут. Belə. Vəziyyət bu cürdür. İndi burada. Он идет в школу. Это правильный ответ, потому что он идет, это правda, o gedir в школу, məktəbə. Он идет в школу. Bu gedir məktəbə. O məktəbə gedir. Bu правильный. Правильно. Он идет в школу. В школа olmaz. V işlənirsə, şkola sözü nə olacaq? V işlənirsə nə olacaq? Şkole. Şkole olmalıdır. Başa düşdünüz uşaqlar? Ya da в школу. Потому что в школе məktəbdə, в школу məktəbə. V varsa ya u olacaq, ya olacaq. Qadın cinsi isimlərdə. Növbətiyə baxırıq. On itdi в школу, itdi işlənə bilməz. İtdi başlanğıc formadır. Variant A. Правильный. Какой вопрос задает слово где? Deyir, hansı sual где sualını cavab verir. Bu yanlış sual alınıb. Burada uşaqlar 9-cu sualı səhv yazmışım. Burada deyirdi ki, hansı sual burada? Burada yazılmışdı ki, şkola. Şkola sözü hansı suala cavab verir? Bu belə olmaydı. Какой вопрос задает слово школа? Şkola sözü deyir, hansı suala cavab verir? Şkola, что? Məktəb nə? Məktəb. Правильный ответ вариант C. Выберите правильное написание. Hansı düzgün yazılmışdır? Gəl baxaq görək uşaqlar. Выберите правильное написание. Красивый цветок. Цветок nədir? Kişi cinsidir. Красивый bu da sifətin kişi cinsidir. Deməli A variantı elə doğru cavabdır. B-yə baxırıq. Красивый цветок. Красивый sözü yoxdur. Bu yanlışdır. B yanlışdır savsem. Красивый цветок sözü də yoxdur. Bu da yanlışdır. Variant elə burada nə oldu? A variantı oldu. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn görüşlərdə görüşərik. Hələlik.